Bir insanın xüsusiyyəti haqqında danışmaq istəyirsən, nə bilim, danışqandır, və yaxud məsələn tələbkardır, qısqancdır və s. və ilaxırda. Yəni ən əsas olan sözlərdən biridir bunlar. Ona görə də mütləq şəkildə öyrənin ki, kiminsə haqqında və yaxud özünüz haqqında, necə bir insan olduğunuz haqqında dürüst deyə bilərsiniz. Əzizlər, gördüyünüz kimi necə nümunələrim asandır, sadədir, çətin bir şey yoxdur. Eləcə də bax elə o cür qısa-qısa cümlələr, amma gündəlik həyatda lazım olan cümlələrdən ibarət olan kitabımı əldə edərək siz də tez bir zamanda rus dilində danışa bilərsiniz. Müəllimə ehtiyac yoxdur, kursa getmək ehtiyac yoxdur, conversationa qoşulmağa da ehtiyac yoxdur. Sadəcə sizə lazım olan bir kitabımdır. Ətraflı məlumatı aşağıda vermişəm. Mütləq şəkildə sona kimi oxuyun, nömrə də var. Qiymətini də qeyd edirəm. Və əldə edin. Və dünyanın harasında yaşayırsınız, yaşayın, harada olursunuz olun. Video qarşınıza çıxıbsa bu şansdan siz də faydalana bilərsiniz. Əsas odur ki, istəyin və cəhd edin.